Xırdalan şəhərinin mərkəzində 3 nömrəli məktəbin tam yaxınlığında qanuni 3 otaqdan ibarət Kiyev proyektli daş binada belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Təbii ki, kupçalıdır. Bu proyektlər yeni tikilidir. Dövlət ipotekasına tam yararlıdır. Qanuni 3 otaqdan ibarətdir, dəyərli izləyicilərimiz. Kupça hazır əldədir. Xırdalan şəhərinin mərkəzinə, Heydər Əliyev parkına yaxın, bütün yaşayış obyektlərinə yaxın, Təzə bazar, Köhnə bazar, yəni bu ərazi Xırdalanın tam mərkəz hissəsidir. Bu hissə mənzilimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olarkən belə bir qardırobdur. Bina 5 mərtəbədən ibarətdir. Mənzil yerləşir 3-cü mərtəbədə. Orta mərtəbə, orta blokdur. Soldan birinci yataq otağıdır. Bu hissədə digər yataq otağımızdır və sağda sanuzellər ayrı-ayrılıqda. Tam təmirlidir. Yəni bugünkü gündə təmirə ehtiyacı yoxdur mənzilin. Alıb köçüb dərhal yaşamaq mümkündür. Bu hissədə mətbəximizdir. Mənzilin istilik sistemi, kombi sistemidir. Kombi radiatorlar hər biri quraşdırılıb. Bütün kommunallar binada fasiləsiz olaraq verilir. Bu hissədə mətbəxdən eyvana çıxışımız var. Bir daha qeyd edim sizlər üçün, Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Bu ərazi Təzə bazara yaxındır, Köhnə bazara yaxındır. Nizami Gəncəvi küçəsi üzərində yerləşir binamız. Dəyərli izləyicilər. Keçirik sizə yataq otaqlarını bir-bir təqdim edəcəm. Bu hissədə birinci yataq otağımızdır, digər yataq otağımız o hissədədir. Gəlin bu otaqla tanış olaq. Bu hissədə birinci yataq otağımızdır, dəyərli izləyicilər. Mənzilimiz yelçəkən mənzildir. Onu da qeyd edim ki, daş binada yerləşir, çox gözəl, keyfiyyətli binadır. Bu binalar Sovet binaları içərisində ən son tikilidir, dəyərli izləyicilər, bu binalarımız. İstilik sistemi də kombi sistemə çevrilib. Və sonda sizə təqdim edəcəm digər yataq otağını, dəyərli izləyicilər. Yataq otağına keçməzdən əvvəl əlaqə nömrəmi qeyd edirəm sizlər üçün. 050 521 41 88 mənim əlaqə nömrəmdir. Buyurub əlaqə saxlayıb bu və ya digər evlər barədə məlumat ala bilirsiniz. Burada yerləşir mənzilimizin sonuncu otağı. Yəni bu otaqda yataq otağıdır. Gördüyünüz şəkildə. Dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Sizin də satışda əmlakınız varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.